Mən bunu əvvəl də qeyd etmişəm və burada çox ciddi bir formada fəaliyyət qurmaq lazımdır və çox çıxış yolu nədir Ceyhun müəllim? Neyniyək? İranın bu şəbəkəsini çökürdək. Burada birinci, çox təəssüf ki, illər öncə biz bu barədə çox danışırdıq. Azərbaycan özünün din modelini yaratmalıdır. Dövlət-din münasibətləri modelini. Biz özümüzün... Necə yəni model? Biraz açıq izah eləsiniz, tamaşaçılarımız sizə yaxşı olur. Deyəcəm. İllər öncə bu fikri biz səsləndirirdik. Sonra ümumiyyətlə dindən xəbər olmayan, dindən uzaq adamlar, yəni əvvəlki mən dövrü deyirəm. Yəni bir 5 il, yəni yeni rəhbərliyin dövrünü nəzərdə tutmuram. Ona hələ qiymət vermək üçün müəyyən bir zaman lazımdır. Əvvəlki dövrdə bəzi adamlar gəldilər və onlar ümumiyyətlə bu model falan məsələsinin hamısını qoydular qırağa. Yəni bizim özümüzün dövlət-din siyasəti konsepsiyası qəbul edilməlidir. Necə ki, milli təhlükəsizlik konsepsiyamız var, bizim dini təhlükəsizlik konsepsiyamızda olmalıdır. Ceyhun müəllim, üzr istəyirəm. Biz bir məsələni dəqiqləşdirək, tamaşaçılarımız üçün qaranlıq qalmasın. Əvvəlki rəhbərlik deyiləndə siz dini qurumlar üzrə dövlət komitəsindən danışırsınız da, yəni o komitənin əvvəlki rəhbərliyindən söhbət gedir. Yəni söhbət xüsusilə orada dini sahəyə cavabdeh məmurdan söhbət gedir. Mən yəni bizim buyurun, davam edin. Orada konkret olaraq yəni birinci şəxsi nəzərdə tutmuram. Orada mavinlər səviyyəsində bəzi insanlar var idi və onlar tamamilə fərqli bir modelləri və yanlışmaları ortaya qoydular və deyə bilərik ki, bu prosesə yalnız zərbə və ziyan vurdular. Burada dövlət-din modeli dedikdə, baxın, bizim hələ də insanlarımız asılıdır İrandan. Yəni, bugün Azərbaycanın daxilində 100 minlərlə dindar Azərbaycanlı özünün dini mərkəzini qəbul etmir, özünün alimlərinə güvənmir və bütün fətvanı İrandan alır. Ramazan ayında da bu belə olur, Qurban bayramında da belə olur. Sistanidən fətva gözləyirik ki, Sistani deyəcək ki, Ramazan ayı nə vaxt başlayır, nə vaxt bitir və ya da Xamenei nə deyəcək? Bayramlar da eyni qaydadadır və digər məsələlər də eyni qaydadadır. Ona görə burada, bax, bu modelin özünün yaradılması, indi bilirsiniz, mən bunu bir neçə dəfə demişəm, mən indi demək olar ki, 25 ildir bu sahədəyəm. Azərbaycanın çox təəssüf ki, dini ənənələri sıradan çıxır. Bu, bizi narahat etməlidir. Ciddi narahat etməlidir. Yəni, bizdə olub ənənəvi sünnilik, Şafii məzəbi, Hənəfi məzəbi. Artıq bunlar sıradan xeyli çıxıblar, onların yerinə artıq gəlibdir sələfilik və digər istiqamətlər və şiəlik modelində də artıq İranın modeli kifayət qədər möhkəmlənibdir. Yəni, artıq elə bir səviyyə bu gətirilib ki, güya şiəlik yalnız İranla bağlıdır və İrana bağlı olmalıdır. Əslində isə bu belə deyil və bunun üçün də bizim daxilimizdə bir neçə istiqamətdə ciddi iş aparılmalıdır. Yəni, burada söhbət yeni, güclü, dini liderlərin yetişdirilməsindən gedir. Yəni, onlar güclü şəxsiyyətlər olmalıdır, dəstəyi olmalıdır və biz İranla olan o bağlarımızı, yəni siyasi bağlarımızı, ideoloji bağlarımızı qırmalıyıq. Nə qədər ki, təqlid anlayışı var, nə qədər ki, bu bağ var, siz indi təsəvvür edin ki, mən hamının inancına hörmətlə yanaşıram. Yəni, şiəlik də, sünnilik də Azərbaycanda olub, hər ikisinə bizim hörmətimiz var. Amma siz bir anlıq düşünün ki, Azərbaycanda 100 minlərlə insan var ki, İrandan fətva gəlməklə onlar küçələrə çıxmağa və hakimiyyətə qarşı çıxmağa hazırdılar. Bu, yəni, əgər bayramının fətvasını biz orada gözləyiriksə, biz oradan da gələn fatva ilə istənilən hərəkəti edə bilərik və çıxa bilərik. Və bu ciddi bir məsələdir və bunun və bugün nə qədər işlər görülsə də burada bir inzibati işlər görülməlidir. Bu şəbəkə hamısı, bütün üzvləri müəyyənləşdirilməlidir. Onlar tamamilə uzaqlaşdırılmalıdır. Onlar ideoloji işlə yox, sırf dini uyğundurlarsa davam edirlər, uyğun deyilsə davam edirlər.
yəni inzibati iş olmalıdır, ideoloji iş aparılmalıdır ciddi bir formada və biz özümüzün artıq bu modelimizi formalaşdırmalıyıq ki, Azərbaycanlının gözü sağda, solda, İranda, ya Ərəbistanda, ya Türkiyədə müəyyən cəmaatlarda olmasın. Və ona görə burada həm də dini mərkəzin, dini idarənin rolu, mövqeyi daha da gücləndirilməlidir. Yəni mən əvvəllər də bu fikirləri demişəm. Mənim böyük hörmətim var Qafqaz Müsəlman İdarəsinin sədri Allah şükür Paşazadəyə. Onun Azərbaycan xalqa qarşı xidmətləri olub. Amma bu gün idarənin özündə müəyyən islahatların həyata keçirilməsinə ehtiyac var. Nə kimi islahatlar? Yəni söhbət kadrla bağlıdır. Şeyx istefa mı verməlidir? Yox, Belə şeyxin istefasından yox. Mən o məsələni mən xüsusi qeyd etmirəm. Yəni biz fəaliyyəti təkmilləşdirməliyik. Çünki Qafqaz Müsəlman İdarəsinin rəhbəri Şeyxülislam ömürlük seçilir də, səhv etmirəmsə. Yalnız onun kənarlaşdırma mexanizmi yoxdur. Yalnız özü istefa verir. Yəni biz, bəli, özü verə bilər. Bu məsələni mən nəzərdə tutmuram. Mənim nəzərdə tutduğum odur ki, bax biz savadlı, bilikli, təmiz, milli ruhlu kadrlarla idarənin fəaliyyətini daha da gücləndirməli və daha da möhkəmləndirməli. Və elə etməliyik ki, xalq öz dini idarəsinə etibar etsin. Doğru. Yəni xalq İrandan fətva gözləməsin də. Gözləməsin. Öz şeyxindən gözləsin fətvanı. Niyə bizim xalqımız, bizim dini kəsimimiz Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərinə, Şeyxülislamımıza inanmır, amma İrandan gələn fətvəyə inanır. Və burada sual budur. Və sual da budur ki, bu təkcə İranla bağlı deyil. Bu Ərəbistanla da belədir. Bu, yəni eyni problem sünnilərlə də bağlıdır. Onlar da fətvanı həmən bu idarədən yox, fətvanı fərqli yerlərdən alırlar. Və bu ciddi narahatlıq doğuran çox da ciddi təhlükədir. Əlbəttə ki. Əlbəttə ki. Yəni bu yəni baxın, indi bayaq siz dediniz, bilirsiniz Azərbaycanda nə qədər sistem təqlid edən insan var. Yəni mən onun ehkam tərəfini qəbul edirəm. Yəni ehkam tərəfində problem yoxdur. Amma təqlid məsələsi, yəni ora tabelik məsələsi, siyasi bağlılıq məsələsi bu ciddi bir məsələdir.